şeytandan soruşdu ki, nə əcəb sənin halıvi, xoş görmürəm, səndə nəsə bir narahatçılıq var. Dedi, ya Resulallah, sənin ümmətinin içərisində bəzi insanlar o əməlləri ki mənim xoşum gəlmir, onları eləyirlər və o əməllər səbəb olur, mən narahat olam və zəifliyəm. Və o əməllərdən şeytan bir neçəsin saydı, 6 dənə və o 6 dənə əməldən keçən günlərdə 5'in oxumuşuq. 6-cısı budur ki, deyir, elə ki sənin ümmətinin içində və içərisində səni sevən insanlar, necə dedim ki, Bismillah deyirlər, Allahın adını çəkirlər, narahat oluram, eləcə də sənin də adını çəkəndə narahat oluram. Çün İslam yıxdın şeytanın evi. İndi bugünkü məclisimizdə salavatın da barəsində danışacağıq. Onlarda ürəyinizdə salavat deyirsiniz. İslam Peyğəmbərin sahət-i müqəddəsinə bundan gözəl salavat deyin. Necə ki Allahın adı deyiləndə narahat oluram, sənin də adın harda çəkilir narahatam. Çünki sənin adın Quranda dəfələrlə Allahın adının yanında zikr olub. Fərqi yoxdur ki bir insan səni itaət eləsin ya Allahı itaət eləsin. Fərqi yoxdur ki bir insan sənin adına hörmət eləsin ya Allahın adına ehtiram və hörmət eləsin. Onlar eyni şeydilər. Sənin sözün Allahın sözüdür, dəvətin Allahın dəvətidir, sənin məhəbbətin Allahın məhəbbətidir, sənin tapşırıqların Allahın tapşırıqlarıdır. Heç fərqi yoxdur. Ona görə də mən əgər görürəm möminlər sənin adın gələndə sənin adına ehtiram elirlər, salam salavat deyirlər sənin adına, o məni incidir. Əlbəttə bu məna Quranda da zikr olub. Belə deyir ki, möminlər Peyğəmbərə salavat deyir. Yox, Allah özü birinci ehtirami, salavatı Peyğəmbərin adına deyəndi. Allahın yanında, onun adının kənarında mələkələrin adıdır və Allah möminlərdən istəyir, tələb eləyir, əmr eləyir ki, Peyğəmbərə salam və salavat göndərsinlər. Əhzab surəsinin 56-cı ayəsi hər gün burada mənbərdən qabaq oxunur bir dəfə. İnnəlləhə və mələikətəhu yusalluna alən-nəbi. Allah və Allahın mələkələri yusalluna alən-nəbi. Allahın peyğəmbərinə salavat göndərirlər. Ondan sonra möminlərə xitab edir. Ya eyyuhəl-ləzinə amenu. Ay möminlər, sallu aleyhi. Salavat deyin ona və səllimu təslima. Və onun qarşısında salam deyin və təslim olun. Bu Allahın dəvətidir.